ABC üçbucağında tangens alfa 4'te 3'tür, tangens beta 7'de 1'dir, tangens c'nin dərəcə ölçüsünü tapın. Belə bir şey seçelim, var üçbucaq. Bura A olsun, bura B olsun, bura C olsun. Buna ilə alfa bucağı, buna beta bucağı, bura gamma bucağı olsun. Tangens alfa 4'te 3'tür. Tangens alfa bərabərdir 4'te 3. Tangens beta bərabərdir 7'de 1. Bizdən bucaq C-ni istəyir, yəni gamma bərabərdir sual. Bilirik ki, üçbucaq olduğuna görə üçbucağın daxili bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə. Biz gammanın yerinə 180 çıxılsın, alfa üstə gəl beta yaza bilərik. Bu əvəzləməni tangens gammanı tapmaqla yaza bilərik. Yəni tangens gamma bərabərdir, yerinə yazıram tangens, bu səfər 180 çıxılsın, alfa üstə gəl beta kimi. İndi alfa üstə gəl betanı x olaraq düşünsək, 180 çıxılsın x-in tangensinə verir bizə çevrə düşdür olaraq. Mənfi tangens vardır. Çünki ikinci rübə düşür, adı dəyişmir. Yəni olacaq mənfi tangens bu səfər alfa üstə gəl beta. İndi bu tangens alfa üstə gəl betanı açaq. Mənfi tangens alfa üstə gəl beta bərabərdir. Mənfi surətdə tangens alfa üstə gəl tangens beta. Məxrəcdə 1 çıxılsın tangens alfa, vurulsun tangens beta da burada bərabərdir. İndi qiymətlərin yerinə yazaq. Tangens alfa 4'də 3'dür, tangens beta da 7'də 1'dir. 4'də 3, üstə gəl 7'də 1, qarşısında mənfi var, unutmayaq. 1 çıxılsın 4'də 3 və 7'də 1'in hasili. Mənfi, orta məxrəcimiz 28'də, buranı 7'yə vurub, bunda 4'ə vurub. 21, o da 4, 25. Məxrəcdə də 1 çıxılsın 28'də 3 bərabərdir mənfi 28'də 5, burada da 28'də daha doğrusu 25'dir bu, 28'də 25 də burada. Bunlar ixtisar getdi, mənfi 1 qalır. İndi tangens gamma bərabərdir mənfi 1. Demək ki, kör bucaqdır bu. Hansı bucağın tangensi mənfi 1'dir kör bucaqda? 90 üstə gəl 45'də olur, 135'də. Gamma bərabərdir 135 dərəcə olur. Çünki üçbucaq olduğuna görə 180'dən böyük götürə bilməyəcək onsuz da. Kör bucaqda da sadəcə 135'də olur.